İranın Azərbaycana qarşı istifadə elədiyi bu təxribat, bu qeyri-adi bir məsələdir. Bəzən bunu anlamaq da çətindir. İranı başa düşmək indi çox çətin bir məsələdir. Necə ola bilər ki, İran prezidenti öz çıxışlarında Azərbaycan və Türkiyə prezidentlərinə təşəkkürünü bildirir və ardınca da bu təxribat niyə görə baş verməlidir? Ya İran özü nə elədiklərini bilmir, İranda bəzi məmurlar davranışlarını tamam bitirib, digər tərəfdən isə burada başqa qüvvələrindən marağı ola bilər. Məsələn, İran istehsal elədiyi həmin o pilotsuz uçan aparatlar həm özü istehsal edir, həm də onu Rusiya ərazisində yığımı var, hansı Rusiyanın şəhərlərinin birində. Və kim qarant verə bilər ki, həmin pilotsuz aparatlar Ermənistan ərazisindən, Rusiyanın 102-ci bazası var, elə Ermənistanın özü də orada iştirak edə bilər. Bu təxribatda həmin Ermənistan ərazisindən Naxçıvana qarşı istifadə olunmuyor. Təxribat üçün, bəli. Bulanlıq suda balıq tutmaq üçün, təxribat yaratmaq. Amma İran tərəfinin çatışmayan cəhəti nədir? Ya bunu mən eləmişəm, nəsə şübhəli bir obyekt görmüşəm, orada ona qarşı istifadə eləmişəm, ya da bu səhvdir. Bunu etiraf eləmək. Ya biz istifadə eləmişik bu təxribatı törətməklə, ya da yox. Burada konkret bir məsələ var. Hə ya yox. Yəni biz kimlə necə davranmağı olduğumuzu bilək. Əgər bu İran tərəfinin əl işi deyilsə, konkret etiraf eləsin ki, bu mənim əl işimdir. Ya da bunu mən istifadə eləmişdim, orada nəsə şübhəli bir obyekt bilirdim. Bunu demək nə böyük çətinlik var ki, bizi də bax bu məsələlərdən sonra İran prezidentinin münasibəti ilə bugün İranın hərbi siyasi dairələrin sözləri üst-üstə düşmür. Konkret fakt demək lazım. Ya bu bizim əl işimizdir, ya da yox. Biz də bilək bu kimə qarşı və necə istifadə olunur. Mən daha çox ikinci variantı üstünlük verirəm. Mənə elə gəlir ki, burada Rusiyanın təxribatı daha çoxdur. Həmin aparatlar gəlib Ermənistan ərazisindən biz tərəfə təxribat üçün uçurula bilər.